Doktor, neynəsinlər? Çox adamlar bu dəqiqə, bax bu vəziyyətdədir. Fəsil dəyişir də. Hə, neynəsinlər? Nə cür qarşısını alsınlar? Soyuqdan qoru, soyuq heç nə qəbul eləməsinlər. Soyuqdan qorusuna görsən iqlim nətər dəyişir sürətlə və təbii ki, orqanizm də onun öhdəsindən gələ bilmir. Ancaq onunla yanaşı məsləhət görülür ki, 2 saatdan bir bal sorsunlar, təmiz bal. 2 saatdan bir çay sodası içərisinə də, bir çay qaşığı çay sodası içərisinə də bir 5 damcı yod əlavə eləsinlər. Qarqara. Su ilə qarqara. Bir də 3%li pereksinə bərabər suyu qatsınlar, 2 saatdan bir qarqara eləsinlər. Bir gündə sağalacaqlar. Bir gündə? Bir gündə. İndi gebeləyəcəm. Deməli, nələr, bir dənə təzdən deyil. Pereks məndə. Hə? Pereks 3%. Sağlama gəlmirdi. 3%li pereks. 2 saatdan bir qarqara eləsin. Sonra? Su ilə qaçışdıran pereks. Soda. Soda. Sonra? Üzərinə də 5 damcı yod əlavə eləsinlər. Bir xörək qaşığı soda. Bildik. Bu bir stəkan sudan gedir də söhbət. Bir stəkan sudan gedir, bəli. Bax, bunu mən demirəm, Seyfəddin doktor 2 deyir. saatdan da bir çay qaşığı bal sorsunlar. Bir stəkan suya. 2 saatdan da bir çay qaşığı bal sorsunlar. Əgər qripləri varsa... Bir xörək qaşığı sorsalar olmaz. Onlar indi çox deyilsin, onlar şəkəri yoxsa olar. Şəkər. Hə, Balın şəkər xəstəliyinin ziyanı var, doktor? Var. Var? Var.